Salam dəyərli izləyicilərimiz, xoş gördük sizi. Özəl müsahibənin növbəti buraxılışı ilə qarşınızdayıq. Bu dəfə biz özəl müsahibədə musiqidən danışacağıq, musiqi təhsilindən danışacağıq. Ümumiyyətlə, musiqi, belə deyək, təhsili sadəcə part arxasında oturub mühazirə dinləmək deyil. Bu, texnikanın, duyğuların və illərin fədakarlığıdır. Belə deyək, illərin fədakarlığının daha doğrusu idarə olunmasıdır. Və biz özəl müsahibədə elə bu və digər sualları müzakirə edəcəyik. Özəl müsahibənin özəl qonağı isə Bakı Musiqi Akademiyasının tədris işləri üzrə prorektoru Nərminə xanım Quliyevadır. Nərminə xanım, xoş gördük sizi özəl müsahibədə. Salam, hamınızı xoş gəlmişsiniz Bakı Musiqi Akademiyasına, bu Üzeyir bəyin ocağına. Biz hər zaman Bakı Musiqi Akademiyası deyəndə Üzeyir bəyi yad edirik. Burada işə gələndə deyirik, işə gəlmirik. Biz Üzeyir bəyin ocağına öz evimiz kimi gəlirik. Ona görə bizim burada mühitimiz tam başqa, ali məktəblərdən tam fərqli olan bir mühitdir. Hamımız doğmayıq, bir ailəyik. Ailəmizin də başında görkəmli pianoçu, bizim hörmətli rektorumuz SSR və Azərbaycan xalq artisti Fərhad Bədəlbeylidir. Elə Fərhad müəllimi də fürsətdən istifadə edib salamlayırıq efir vasitəsilə. Çox sağ olun, mütləq salamlarınızı yetirərik ona. Təşəkkür edirik. Nərminə xanım, gəlin ilk öncə yeniliklərdən başlayaq. Bakı Musiqi Akademiyasında bizi hansı yeniliklər gözləyir? Ümumiyyətlə, siz yəqin hamımız bilirik ki, musiqi biraz konservativ ixtisaslardır musiqi üzrə. Bütün ifaçılıq ixtisasları, bəstəkarlıqdır. Bu illər boyu, əsrlər boyu gələn bir ənənədir. Ancaq müasir dövrdə əlbəttə biz bu ənənəni saxlayaraq, yenə də öz təhsilimizi çalışırıq müasirləşdiririk. Çünki tələblər fərqlidir, gənclər fərqlidir, onların duyumları və maraq dairəsi fərqlidir. Və bunu nəzərə alaraq da biz öz tədrisimizi hələ tutmalıyıq ki, Bakı Musiqi Akademiyası axın olsun. Gələn tələbə bizim tədrisimizdən razı qalsın. Və əlbəttə bilik və lazımı musiqiçiyə olan keyfiyyətləri əldə edib buradan professional, mütəxəssis kimi buranı bitirib bizim diplomla öz gələcək fəaliyyətini qura bilsin. Yeniliklər odur ki, bax, məsəl üçün biz bu il magistratura pilləsini təzələmişik. Yəni standartlar təsdiq olunub, yeni tədris planları tutulub və bir çox ixtisaslara ixtisaslaşmaları vermişik. Məsəl üçün, bəstəkarlıq bizdə həmişə akademik bəstəkarlıq olub. Bu il audiovizual əlavə eləmişik, yəni daha mühazir. Çünki bizim bakalavriatı bitirən bəstəkarlar çoxu studiyalarda işləyir, aranjmanı yaxşı bilməlidirlər və bu istiqamətlərdə fərqli elədik ki, daha da cəlb edici onlar üçün olsun və artıq bilsinlər gələcəkdə nə ilə məşğul olacaqlar. Bizdə çox gözəl magistraturada musiqi texnologiyaları var. O da çox müasir tendensiyadır, bilirsiniz. Musiqiçilərə də bu vacib olan bir ixtisasdır. Ona görə burada da bir seçim var. Biz ümumiyyətlə ixtisaslaşmaları çalışmışıq, hələ eləyək ki, bizim Azərbaycanda lazımı olan mütəxəssisləri hazırlayaq. Siz də televiziya işçiləri, siz bilirsiniz ki, səs rejissoru qıtlığıdır. Yaxşı səs rejissoru tapmaq çox çətindir. Ona görə biz də bu ildən açmışıq musiqi teatr rejissoru, o da çox nadir bir ixtisasdır, yəqin bilirsiniz, və səs rejissorluğu. Ona görə bu ixtisas üzrə də püxtələşən rejissorlar ümid eləyirəm ki, yəni bu boşluğu dolduracaq. Həm televiziyada, həm ümumiyyətlə bizim konsert zallarında çox gözəl, lazımlı sənətdir. Bu bizim müasir devrdən ayaqlaşmamızdır. Ondan başqa, ümumiyyətlə, mən həmişə deyirəm ki, baxmayaraq ki, biz indiyənə kimi Iogann Sebastian Bach'ın da əsərlərini çalırıq, Beethoven'ın da əsərlərini çalırıq, Chopin'ın da, Schumann'ın da, bunlar hamısı klassiklardır, bu olmalıdır. Amma biz müasir bəstəkarların da əsərlərini ifa edirik, çünki bu da bir trenddir. Dünyada müasir musiqi daha irəliyə gedir, daha önəmlidir, daha çox maraq doğurur. Ancaq burada bir məsələ var. Fundament olmasa, baza olmasa, yəni klassik baza olmasa, heç bir cərəyanda sonra bu musiqiçi işləyə bilməz. Ona görə bu klassik akademik bazanı əldə edəndən sonra ifaçı, musiqiçi, ümumiyyətlə öz ixtisası üzrə musiqişünas fərq eləmir. Hamısı o seçimi eləyə biləcək.
Ona görə əlbəttə biz də çalışırıq müasir dövrdən ayaqlaşaq və tədrisimizi hələ quraq ki, sabah bizim məzunlar iş tapa bilsinlər. Həm Azərbaycanda, həm xaricdə. Əgər baxmısınızsa bilirsiniz, bizim çox məzunlarımız xaricdə də işləyirlər. Həm dərs deyirlər, həm orkestrlərdə ifa eləyirlər, həm konsert fəaliyyəti ilə də məşğul olurlar. Bu da bizim üçün çox fərəhlidir. Elə mən o sualı sizə ünvanlayacaqdım ki, işlə təminat məsələsi sizi qane edirmi? İşlə təminat məsələsi məni qane etmir. Düzdür, bizdə fərqli ixtisaslara görə, məsəl üçün orkestr ifaçıları, simlilərdir, nəfəslərdir xüsusən. Onlar işlə təmin olurlar, çünki hətta tələbə olarkən bizim orkestrlarımız çoxdur Azərbaycanda, istər simfonik, kamera orkestrlərimiz, nəfəs alətləri orkestrlər. Bizim tələbələr işləyir artıq, yəni onlar işlə təmin olurlar. Problem pianoçulardadır. Onlar da musiqi məktəblərində ən azı müəllim kimi fəaliyyət göstərirlər. Müəllim və konsertmeyster funksiyalarını daşıyırlar. Yaxşı konsertmeyster o da həm teatrlara lazımdır, həm musiqi ocaqlarına lazımdır. Ona görə kifayət qədər yaxşı konsertmeyster və müəllim biz buradan çıxan tələbələr işlə təmin olunurlar. Lakin bəzi islahatlar, bax, məsəl üçün Mədəniyyət Nazirliyi musiqi məktəblərinin müəllimlərin attestasiyasını keçirmişdi və ona görə bu il müəllimlərin imtahanını ixtisara salıb. Yəni, bu ilki məzunlar artıq o imtahanlarda iştirak edə bilməyəcəklər və ona görə də musiqi məktəblərini işə düzələ bilməyəcəklər. Yəni, müəllim kimi işləyə bilməyəcəklər. Çünki hamısı o imtahanlardan keçməlidir. Ancaq məni çox sevindirən bir hal odur ki, bizim məzunlar artıq gözləmirlər ki, mən imtahan verim və gedim hansısa məktəbdə dərs deyim. Bu yaxında məzunlarla görüşdə mənə qayıdıb tələbələrimiz dedi ki, biz özümüz kurs açmışıq. Hətta o kurslara öz yoldaşlarımı, tələbə yoldaşlarımı da cəlb eləmişəm. Və çox yaxşı axın da var. Uşaqlar, valideynlər yaşdan asılı olmayaraq, hətta artıq püxtələşmiş insanlardır, öz ixtisasları üzrə işləyəndir. Amma musiqiyə həvəsləri olduğundan gəlib bu kurslarda təlim alırlar, dərs alırlar. Bizim də fikrimiz var, o kursları birləşdirək bir məktəb kimi. Mən fikirləşdim, nə gözəl, nə yaxşı, bu məhz o müasir tendensiyadır. Tələbə gözləmir ki, mən qutarım Bakı Musiqi Akademiyasını və gedim haradasa işə düzəlir. O özü fikirləşir, mən özüm iş yerləri təşkil edeyim, hazırlayayım və öz yoldaşlarımı dəvət edeyim. Bu da yəqin ki, bir kommersiyanın bir növüdür. Amma mən şəxsən çox alqışlayıram bu təşəbbüsü. Hələ də olmalıdır. Yəni, insan fikirləşməlidir. Bunun təşkilatı əgər istedadı varsa, nə üçün də bu hansı bir kurslardır, studiyalardır, açmasın, təşkil eləməsin, məktəbdir. Çox gözəl. Biz buna ancaq müsbət baxırıq. Və yəni, insan özü-özünü işlə təmin etməlidir. Çox gözəl. Musiqi təhsilində qiymətləndirmə hər zaman müzakirə mövzusu olub. Yəqin ki, siz də razılaşarsınız, Nərminə xanım. Riyaziyyatda 2x2 4 eləyir, amma musiqidə bir ifa hansısa bir müəllim üçün əla görsənə bilər, hansısa bir müəllim üçün zəif görsənə bilər. Ümumiyyətlə, imtahanlarda bu şəffaflığı, obyektivliyi necə qoruyursunuz? Onu düz deyirsiniz. Musiqi çox subyektiv münasibətdir. Məsəl üçün, bir əsərə mən də qulaq asım, siz də qulaq asınız, bir başqası da qulaq asın, hamısında fərqli bir hisslər oyanır. Ancaq biz əgər təhsildən danışırıqsa, məsəl üçün, imtahandır. Birincisi, bizdə imtahanlar açıq keçir, konsert formatında. Yəni, bu gözəl zalı görürsünüzmü? Fərxad müəllim həmişə deyir ki, bütün dünyanın hansı yerində ifa edirsənsə ifa elə, amma bu zalda, bax bu səhnəyə, bu arayal arxasını çıxanda xüsusən bir nəsə həyəcan var. Düzdür, o da hələdir. Mən də həmişə hesab edirəm ki, bizim bu səhnəyə çıxanda daha çox həyəcan keçiririk. O cümlədən də bizim tələbələr, çünki imtahanlar burada keçir. Və qapılarımız hər zaman açıqdır. Kim istəyir, valideynlər, dostlar, tanışlar, həmkarlar, hamısı sərbəst girib zalda oturub imtahanı izləyə bilərlər. Həm də bu imtahanlar sayta da qoyulur, YouTube-a da qoyulur. Yəni, açıq
şəraitdə keçir bizim imtahanlar. Bununla problem yoxdur. Bu hələ şəffaflığın ən birinci göstəricisidir. O ki, qalır o subyektiv fikrə, bizdə komissiya qiymətləndirir ifanı. Yəni, bir adam öz şəxsi fikrini irəli yönəltmir. Komissiyanın müəllimləri, hər kəs öz balını qoyur, qiymətləndirir və sonra o ballar cəmlənəndən sonra ortalanır və tələbə o balla qiymətləndirilir ifası. Yenə də demək istəyirəm, əlbəttə, var hansısa standartlar. Subyektiv fikir o vaxt irəli sürürük ki, haçan çox yüksək bədii ifa var və orada biz subyektiv hansısa hisslərimizdən danışa bilərik. Amma ümumi standartlara görə bunun texniki səviyyəsini, obrazın açılmasını, yəni bu hələ amillərdir ki, hələ meyarlardır ki, bu meyarlar əsasında hamısı eyni qiymətləndirilir. Başqa tərəfi odur ki, çox istedadlı tələbədir. Və bütün bu meyarlardan keçir yüksək səviyyədə. Orada artıq başlanır müzakirə. Bu, nə dərəcədə bu obrazı düzgün açıb, mənim fikrimcə, məsəl üçün, daha incə olmalıydı, kiminsə fikri fərqli ola bilər. O artıq, mən deyərdim, müsabiqədə olan bir müzakirə olur. Yəni, müsabiqələrdə məhz bu cürə müzakirələr olur. Çünki orada ifalar əlbəttə yüksək səviyyədə olur. Orada artıq bədii tərəfi müzakirə edirik ki, kim necə, orada subyektivizm daha çox olur. Nəinki imtahanda. Amma imtahanda da, necə dedim, ortalama balla qiymətləndirilir tələbə. Nərmin xanım, bugün gənclər arasında rəqəmsal platformalar, sürətli musiqi trendləri populyardır. Belə bir zamanda, belə bir dönəmdə gənclərə, tələbələrə klassikanı sevdirmək, onları operaya, filarmoniya cəlb etmək çətin olmur ki? Əlbəttə çətin olur. Çox çətin olur. Amma mən onu da deyim ki, ümumiyyətlə klassikaya hər zaman çox belə diqqət olmayıb insanlar tərəfindən. Çünki kütlə həmişə daha çox pop musiqiyə meyilli olur və yaxud bizim xalq musiqimizi çox xoşdurdular. Mən özüm çox Şövkət Məmmədovanın, məsəl üçün, yaradıcılığının fanatı idim. Hindiyənə qədər də onun yazılarına qulaq asıram. Klassikaya isə, bilirsiniz, uşaqlıqdan öyrətmək lazımdır. Musiqi məktəblər nəyə görə fəaliyyət göstərir? Onların birinci funksiyası estetik tərbiyədir. Uşaqları bir dinləyici kimi formalaşdırmaq, musiqi zövqünün formalaşdırılmasıdır. Bax, bu əsas çox vacib bir amildir və musiqi məktəbləri əgər bu funksiyanı yerinə yetirərsə, bizim kifayət qədər dinləyicimiz olar. Bu biri tərəfdən isə mən hesab edirəm ki, uşaqlıqdan, hətta uşaq bağçasından körpələri klassik musiqiyə cəlb eləmək lazımdır. Xırda fraqmentləri qulaq asmaq, hansısa populyar klassik musiqini qoymaq, eşitsin və yaxud oyun formatında hansısa bir tədbirlər, layihələr keçirtmək. Onu da demək istəyirəm ki, bizim Bakı Musiqi Akademiyasının nəzdində məktəb studiya fəaliyyət göstərir və orada bizdə xüsusi bir fakultativ var, teatr, musiqili teatr tamaşaları qoyurlar. Bir rejissorumuz işləyir uşaqlarla. 5 yaşından, 6 yaşından uşaqları gətirirlər valideynlər, ta ki 11-ci sinifə qədər. Hətta hərdən tələbələr də qoşulur, çünki o qədər maraqlı olur tamaşalar. Və orada onlar oxuyurlar, oynayırlar, hərəkət edirlər səhnə, yeni səhnə hərəkətini artıq uşaqlıqdan öyrənirlər. Bu yaxında da ilin tədris ilinin axırında bizdə çox gözəl bir Aladdinin lampası müasir dövrdə bir belə tamaşa oldu. İstəyirəm qeyd edeyim ki, anşlaq idi. Bir dənə boş yer yox idi. Yəni, o qədər dinləyici var idi. Mən ona görə deyirəm ki, bizim insanlara düzgün təqdim eləsək, düzgün formatda təqdim eləsək klassik musiqini, mən hələ inanıram, inanmaq da istəyirəm buna ki, dinləyici olacaq. Və bir nümunə kimi də bizim konsertimizdən istəyirəm bir-iki kəlmə deyim. Deməli, Sabah layihəsini yəqin hər biriniz bilirsiniz. Bizim də Sabah layihəsində instrumental ifaçılıq və musiqişünaslıq ixtisasları da iştirak edir. Və bu festival çərçivəsində Sabah layihəsinin festivalı oldu. Biz də böyük bir qəşəng konsert opera studiyamızda keçirtdik.
Yenə də deyirəm, yer yox idi. Ayaq üstə dinləyicilər konsertimizə dinləyirdilər. Bax, bu cürə konsertlər çox olsa, yəni janrlar fərqli, kifayət qədər ansambllar, kollektivlərin çıxışı, bu hamısı vizual görüntülərlə, instalyasiyalarla çox bir maraqlı, rəngarəng konsert alındı. Bu cürə konsertlər təqdim olunsa, bizim dinləyicilərimiz də çox olacaq. Yəni klassika yeni formatda təqdim olunur gənclərə, uşaqlara və gənclərə. Və mən hələ bilirəm, onlara maraqlı idi. Çünki konsertdən çıxandan sonra hamısı yaxınlaşırdı, təbrik eləyirdilər, hamısı çox gözəl sözlər deyirdilər. Məni çox bilirsiniz, sevindirdi bu fakt. Ki, insanların bu xoşuna gəlmir. Onu da qeyd eləmək istəyirəm ki, zalda musiqiçilər deyirdi, sadə insanlar idi. Yəni, o bura ali məktəblərin tələbələri, müəllimləri, ümumiyyətlə tamaşaçılar. Yəni, onlar musiqiyə aid olan bir insanlar, musiqiçilər deyirdilər. Bu cürə reaksiya çox məni sevindirdi. Nərminə xanım, müasir dünyada uğurlu musiqiçi olmaq üçün daha hansı şəxsi keyfiyyətlər lazımdır? Məsələn, menecment, dil bilikləri və s. Menecment yaxşıdır. Dil bilmək mütləq lazımdır. Çünki bizim məzunlar xarici çıxırlar, təhsil alırlar, konsertlərdə ifa edirlər, orkestrlərdə iştirak edirlər. Əlbəttə, dil bilmək mütləqdir. Ünsiyyət yaratmaq üçün, Azərbaycan tarixindən danışmaq üçün, yəni dil mütləq olmalıdır. Amma bilirsiniz, yaxşı ifaçı olmaq üçün, yaxşı musiqiçi olmaq üçün bir istedad kifayətdir. Mən deyərdim ki, ən vacib zəhmətkeş olmaqdır. Əgər tələbə və şagird fərq eləmir, məzun zəhmətkeşdirsə və istedadlıdır, bunun nailiyyəti çox möhtəşəm olacaq. Onu mən bilirəm, yəni təcrübəmdən də deyə bilərəm, özümdən də deyə bilərəm. Bu hələdir. Çünki çox istedadlı insanlar var, çox. Ümumiyyətlə, bizim xalq çox istedadlıdır. Amma bu istedadlı vaxtında açmasan, vaxtında onu bilirsiniz, zərgar kimi, bu qaşaq lazımdır, hər zaman qulluq eləyəsən, baxasan bunun aqrankasına. Yəni, bu uşaqları açmasın, formalaşdırmasın, özü zəhmət çəkməsə, özündən başqa valideynin yanında olmasa və hər zaman nəzarət eləməsə, nailiyyət əldə etmək olmur. Ona görə istedad, üstəgəl, zəhmət. Bax, bu əsas formuladır. Bəs musiqi sahəsində istedadın erkən yaşlarda, belə deyə, aşkarlanması nə qədər vacibdir? Ümumiyyətlə, bu yöndə hansı problemlərlə qarşılaşırsınız? Çox vacibdir. Erkən yaşda aşkarlamaq bu çox vacibdir. Bilirsiniz, ona görə də musiqi məktəbləri var idi. Belə bir görkəmli professor var idi Moskva konservatoriyasında, Goldenweiser. O həmişə deyirdi ki, musiqi ilə hər bir kəs məşğul olmalıdır. Amma professional musiqiçi çox az və nadir hallarda ola bilər. Musiqi ilə hamısı məşğul olmalıdır. Onun üçün də musiqi məktəbləri lazımdır ki, müəllim o istedadı görsün. Festival müsabiqələr nə üçün lazımdır? O istedadı aşkar eləmək lazımdır, üzə çıxartmaq lazımdır. Amma burada bir məsələ də durur. Aşkar eləmək bir, amma onunla işləmək və onu inkişaf eləmək vaxtında o bir başqa. Ona görə də bəlkə bu attestasiyadan bir çox müəllimlərimiz keçmədi. Çünki uşağı yaxşı əllərə, yaxşı müəllimə vermək o böyük bir xoşbəxtlikdir. Bilirsiniz, hətta hələ olur ki, çox istedadlı uşaqdır, amma düzgün öyrənilməyib. Bax, o böyük bir problemdir bizim üçün. Bizə gələn abituriyentlər hərəsi bir məktəbdən gəlir, hərəsi bir kollecdən gəlir. Hamısının fərqli səviyyəsi var. Və birinci sessiya, qış sessiyasıdır, yarım il oxuyublar, gəlirlər, çıxırlar imtahana. Burada məlum olur ki, kimin nə problemləri var, kimi düzgün öyrədiblər, kimi yox. Və bizim müəllimlər çalışırlar bu boşluqları, bu qısa müddət, cəmi 4 il, çox azdır bakalavriatda. Bu boşluqları doldursunlar, bu qüsurları aradan çıxartsınlar. Ona görə bizdə tələbə yönümlü təhsildir və fərdi təhsildir. Hər tələbəyə, onun səviyyəsinə görə hər semestr proqram seçilir.
Yəni bizdə hələ olmur ki, 2 tələbə çıxsın səhnəyə, eyni əsərləri çalsın. Yox. Fərqli. Hamısında fərqli proqramdır, özünə uyğun. Bu pedaqogikanın birinci prinsipidir, musiqi pedaqogikasının. Fərdilik və olan qüsurları lazımı olan səviyyəyə çatdırmaq üçün, aradan götürmək üçün proqramı düzgün tutmaq. Buna görə repertuarda tələbənin fərdi xüsusiyyətlərindən və onun səviyyəsindən irəli gələrək tutulur. Nərminə xanım, ilk səhnəyə çıxdığınız anı xatırlayırsınız? Xatırlayıram. Biraz bizə danışarınız maraqlıdır. Nə hisslər keçirtmişdiniz? Stres keçirtməmişdim. Çünki 2-ci sinifdə oxuyurdum. Özü mənim üçün çox hasant və rahat idi. Mən heç bəlkə də anlamırdım ki, mən filarmoniyanın səhnəsinə çıxacağam. Və orkestrin müşahidə ilə o vaxt Faik Mustafayev bizim dirijorumuz var idi. Çox gözəl dirijor idi. Orkestri o müşahidə eləyirdi. Çıxıb çaldım, həyəcan da keçirmədim. Mənə hətta müəllimlər hamısı deyir ki, bunun heç əsəbləri yoxdur deyirsən, heç səhnədən də qorxmur, əsl səhnə adamıdır. Yəni, hər tələbə səhnəyə çıxanda hansı bir həyəcan keçirirsən axı. Böyük səhnədir, orkestr, dirijor, publika, zal dolu idi, boş yer yox idi. Amma mən nəsə çox sakit, çox rahat çıxdım, ifa elədim, hətta baş əydim, gülləri də qəbul elədim və rahat getdim. Demək istəyirəm ki, əlbəttə, bu hər il ifa eləmək təbiidir, onda mütləq televiziyada çıxış eləməliydik hər il. Sonra hər il filarmoniya səhnəsində konsertlərlə çıxış eləyirdim. İl boyu da səhnədə, məktəbin səhnəsində, konsertlərdə iştirak eləyirdim. Səhnəyə ifaçı öyrəşməlidir. Əgər səhnə sənin ikinci evindirsə, onda sən özünü rahat hiss eləyirsən. Əlbəttə, yaşa dolduqca o həyəcan hissi, çünki məsuliyyət hiss eləyirsən, həyəcan hissi olmalıdır. Amma o həyəcanı boğmaq və onu özünə köməkçi kimi istifadə etmək, o da bir artıq yəqin təcrübə ilə irəli gəlir. Çünki mən görkəmli dirijorlarla, Niyazi ilə çalma ifa eləmişəm filarmoniyada, Nazim Rızayevlə ifa eləmişəm. Faik Mustafayevlə isə demək olar ki, hər il ifa etmişəm səhnələrdə, konsertlər. Ona görə mənim o baxtım işləyib. O barədə mən çox razıyam öz baxtımdan. Həm də müsabiqələr əlbəttə. Çünki bizim direktorumuz rəhmətli Nazim Aliverdibekov, Nazim Aqalarıç. Onu çox istəyirdik, çox gözəl bəstəkar və musiqiçi idi. Həmişə də istedadlara kömək eləyirdi. O mənə demişdi ki, gedib müsabiqədə çıxış eləməlisin, qutardı, mən heç nə bilmirəm. Ay Nazim müəllim, dərs çoxdur, filan konsertə hazırlaşıram. Yox, müsabiqədə, özdə müsabiqə çətin 3 turlu müsabiqə idi. Və göndərdi demək olar ki, proqramım da var idi, o hələ belə buraxmırdı müsabiqəyə, qabaq müsabiqəyə çıxmaq üçün dinləyişlər keçməli idi, mütləq. Və laureat oldum o müsabiqədə və demək olar ki, bax o müsabiqə mənim bəlkə də həyatımı dəyişdi. Çünki mən çox yaxşı kimyanı bilirdim, biologiyanı bilirdim və fikirləşirdim ki, Bülbül adına məktəbi qutarandan sonra bəlkə həkim olaram. Amma bu müsabiqədəki laureat oldum, istər-istəməz gəldim konservatoriyaya və Zaxarı ilə həyat gətirdi, məni bura çıxartdı. Və görə, bilirsiniz, hərdən insan deyir ki, planlaşdırıram işlərimi, amma həyatda belə şeylər olur. Planladığımız kimi getmir. Hə, planladığımız kimi getmir, amma düz də oldu. Mən çünki özümü tapdım burada. Musiqiyə də həvəsim, istəyim, İnsan ixtisası ilə sevərək məşğul olmalıdır. Sizin ixtisasınız piano. Pianoçuyam mən, bəli. Uşaqlara da həmişə deyirəm, tələbələrimə də deyirəm, bu içəridən gələn bir hiss olmalıdır. Siz əgər öz ixtisasını sevməsəz, ixtisasla yaşamalısınız. Siz bu ixtisasın fanatı olmalısınız. Onda sizdə nailiyyətlər olacaq. Çünki bəzən olur ki, valideyn məcbur eləyir ki, mütləq gedib musiqiçi olmalısan, amma uşaq kifayət qədər onun həvəsi yoxdur, istəmir. O yaxşı bir şey bundan çıxmır. Valideynlərə də ona görə üzümü həmişə tuturam ki, məcbur eləməyin. Hətta bəlkə də çox istedadlı uşaqdır, amma onun marağı başqa bir yerədir. Bəlkə IT istəyir, kompüter, ya həkim olmaq istəyir və yaxud filoloq olmaq istəyir. Nəyə görə? Özünü tapsın o ixtisasda hansına marağı var. Orada püxtələşəcək. Bax belə.
Nərminə xanım, onda siz əgər musiqiçi olmasaydınız, belə başa düşdüm ki, həkim Olardım həkim yəqin ki. Amma ola bilmədim, olmadım. Həyat belə getirdi ki, yenə də məni müsabiqələr gətirdi, çıxartdı konservatoriyaya. O vaxt konservatoriya adlanırdı. Nərminə xanım, bizim verilişimiz efirə getməmişdən öncə bir anons vermişdik ki, qonağımız, filan qonağımız olacaq və tamaşaçılardan gələn suallarımız var idi. İcazənizlə o sualları sizə ünvanlamaq istərdik. Deməli, tamaşaçılarımızdan biri sual ünvanlayıb ki, bugün bir valideyn olaraq övladımın musiqi istedadı olsa onu akademiyaya qoymağa qorxaram. Çünki hamı düşünür ki, Azərbaycanda klassik musiqiçi, pianoçu və ya skripkaçısansa maaşın az olacaq və belə deyək, dolana bilməyəcəksən. Bugün akademiyanı bitirən gənc bir musiqiçi, şou biznesə, toylara getmədən sadəcə öz sənəti ilə ailə saxlayan normal pul qazana bilərmi? Mən belə bir söz deyim, valideynə də üzümü tutub deyirəm, ümumiyyətlə kim maraqlanır bu sahə ilə. Biz əlbəttə öz ixtisasımızın fanatıyıq. Yəni biz oxuyanda, hardasa iştirak eləyəndə, konsertlərdə, bizə dəvət göndərəndə heç vaxt soruşmamışıq ki, biz bunun ödənişi olacaq, olmayacaq. Ümumiyyətlə bu elitar bir növdür. Amma ki, yenə də siz ilk növbədə fikirləşməlisiniz, nə qədər qazanmır, necə ixtisasçı olacaq, necə musiqiçi olacaq. Doğrudanmı bu peşəkar olacaq? Əgər peşəkar olsa, onu hər zaman, hər yerə dəvət edəcəklər. Özləri axtarıb çağıracaqlar. Özü də tək Azərbaycanda yox, Azərbaycandan kənar. Bizdə nə qədər uşaqlar var, məzunlar var. Xaricə çıxırlar, həm təhsillərini davam edirlər, həm orada işləyirlər, fəaliyyət göstərirlər, öz ixtisasları üzrə və kifayət qədər yaxşı da qazanırlar, mən bildiyim qədər. Bilirsiniz, söhbət ondan getmir, nə qədər qazanacaqsın. Bir sualı fərqli qoymaq lazımdır. Olacaqmı bu peşəkar musiqiçi? Yüksək peşəkar olsa, ona tələb həmişə olacaq. Çox gözəl. İkinci bir sualımız da budur ki, tarixdə bir çox dahi musiqiçilərin xarakteri çox çətin olub, qaydalara tabi olmayıblar. Bugün akademiyada çox dahi, qeyri-adi istedadı olan, amma dərslərə gəlməyən, intizamsız bir tələbə olsa, tədris qaydalarına görə onu kəsərsiniz, yoxsa bu uşaq gələcəyin Chopinidir deyib göz yumarsınız. Qaydalar istedadı boğur. Ümumiyyətlə, qayda hamısı üçün qaydadır. Həm də mən hesab edirəm ki, hətta ən istedadlı uşaqlarda nizam-intizam olmalıdır. Bu qaydalarla ilk növbədə birinci kursa oturan kimi tələbələr tanış olurlar və bilirlər ki, bizdə davamiyyət çox hesablanır və sonra problemlər yaranır. Və mən ilk növbədə onlara da bu barədə danışıram ki, aralıq imtahanlarında mütləq iştirak edib qiymət almalıdırlar. Onda imtahana daha hazırlıqlı olurlar və daha hasant 100 ballı sistemlə də bizdə təhsil, o lazımı balları toplaya bilirlər, qiymət alırlar. Ancaq əlbəttə istisna hallar həmişə olur. Çünki il boyu bizdə müsabiqələr çoxdur. Kimsə xaricə gedir müsabiqəyə. Əlbəttə biz də bilirik, o ərzə yazır, yəni tədris hissə o saat onu qeydə alır ki, bu insan məsəl üçün bir həftə hansı bir ölkədə ifa eləyəcək, müsabiqədə iştirak eləyəcək və biz bunu əlbəttə nəzərə alırıq, istisna kimi qeydə alınır. Həm müəllim bilir, həm dekan bilir, həm tədrisdə mütləq əmrləşdirilir bu məsələ. Bizim bax bu cürə ancaq yanaşmamız olar. Yəni tələbə nizam-intizamlı olmalıdır, eyni zamanda peşəkar istiqamətdə inkişaf etməlidir. Ona görə biz yenə də təkrar edirəm, tələbə yönümlü təhsildir. Biz onlar üçün çalışırıq maksimum imkan yaradaq ki, onlar öz ixtisasında püxtələşsinlər. Bu çox vacibdir. Və sonuncu sualımız, bugün gənclər arasında rap, meyxana və ya pop musiqi trendlədir. Bir tədris rəhbəri və pianoçu kimi siz bu janrlara tamamilə bayağı baxıb qulağınızı qapıyırsınız, yoxsa sizin də gizlicə maşında və ya evdə dinlədiyiniz yerli ifaçılar varmı? Mən ümumiyyətlə deyim ki, popa qalsa pop musiqi bizdə də var, caz da var. Yəni bizdə yalnız klassik deyil axı, bizdə pop ifaçılığı var, həm vokal, həm instrumental ifaçılıq ixtisasları üzrə. Və istər-istəməz mən də imtahanlarda oturub onların ifalarını izləyirəm və bir prorektor olaraq mən də bilməliyəm ki, akademik vokaldan pop ifaçının, deməli pop musiqiçinin fərqi dedədir.
Məsəl üçün bunların tam təlimi başqadır. Bunlar mikrofonlardan istifadə etməyi bacarmalıdırlar. Sonra səhnə hərəkətidir və s. Bu ocaqda əlbəttə mən hamısını dinləməliyəm və dinləyirəm. Amma kənarda desəm, məsəl üçün mən Zülfiyə Xanbabayeva xoşuma gəlir. Ona çox meylliyəm. Yəni əgər dinləmək istəyirəmsə musiqi, hərçənd burada o qədər musiqi var ki, o qədər əsərlər və tələbələr gözümün qabağından keçir. Evdə qulaq asmıram heç nəyə. Hətta televizyonu da söndürürəm ki, biraz rahat olum. Amma qulaq asanda indi Zülfiyə Xanbabayeva xoşuma gəlir. Sonra bu yaxında mənim bir işçim var, dedi Miri Yusif. Hələ bir musiqiçi var, ifaçı. Hə. Mən də maraqlandım, bir baxım görüm nə ifa eləyir. YouTube-a girdim. Gördüm, hə çox da yəni qulaq asılmalıdır. Bəli, xalq artisti. Özüm üçün açdım onu. Yenə də öz işçilərimin sözündən maraqlandım əvvəlcə. Sonra dinlədim və gördüm, hə çox maraqlı ifaları var. Bəlkə də hamısını qulaq asa bilmədim, amma 3-4 nümunəyə qulaq asdım, bəyəndim. Yəni stili də biraz fərqlidir, üslubu fərqlidir. O həm popda oxuyur, həm hip-hopda oxuyur, yəni biraz fərqli üslublardır. Amma nə üçün pis deyildi? Bir söz fərq eləmir insan hansı üslubda oxuyur ya fəaliyyət göstərir. Əsas peşəkarlıqdır. Əsas onu yaxşı təqdim etməkdir. Düzgün təqdim eləməkdir, peşəkar təqdim etməkdir. Siz bax, o vacibdir ki, o janra uyğun formatda təqdim etməkdir. Onda aydındır, hip-hopdursa necə oxuyacaq, pop musiqiçidirsə yenə də onun spesifikası var. Klassik, akademik vokaldırsa, burada da öz kamera ifaçısıdırsa. Yəni, bu janrlara mütləq riayət etmək lazımdır. Onda peşəkar ifa, mən hələ bilirəm, hamısının xoşuna gələr. Nərminə xanım, və son olaraq Təsir TV kameralar vasitəsilə istərdim ki, musiqiçi olmaq istəyənlərə şəxsi mesajınız nə olardı? Musiqiçi olmaq istəyənlər, birincisi, 100 dəfə fikirləşin musiqiçi olmaqdan əvvəl. Çünki bura çox böyük zəhmət lazımdır qoymaq. İstedad, əgər artıq bilirsiniz ki, istedadınız var, marağınız var, deməli, bilməlisiniz ki, sizin gününüzün çox vaxtı alət arxasında keçəcək. Zəhmətkeş olmaq lazımdır, fanat olmaq lazımdır. Və bir halda ki, seçirsiniz musiqini, peşəkar olmaq lazımdır. Hələ belə musiqi ilə məşğul olmaq, bir var ki, özüm üçün məşğul olurum. Bir hansı bir peşəm var, mən də fərqli özüm üçün ifa eləyirəm, o başqa şeydir. Amma əgər professional musiqiçi olmaq istəyirsinizsə, mütləq peşəkar olmalısınız və öz sənətinizin fanatı olmalısınız. Ona görə fikirləşmək lazımdır. Sizdən musiqiçi alınarmı? Özünüzü səhnədə görürsünüzmü? Və yaxud yox. Həm də valideynlərin mütləq dəstəyi olmalıdır. Çünki musiqiçi ancaq öz aləmindədir. Onun mütləq yanında köməkçisi olmalıdır. Mütləq valideyn tərəfindən dəstəyi olmalıdır ki, ancaq yönəltsin fikrini, bacarığını, vaxtını, səhhətini bu istiqamətdə inkişaf elətdirsin. Məşğul olsun ancaq musiqi ilə. Mən onu demək istəyirəm ki, musiqi ilə məşğul olmaq o demək deyil ki, başqa şeyləri bilməməlisən. Musiqiçinin dünya görünüşü olmalıdır. Ona görə kitab da oxumaq lazımdır. Başqa fəaliyyətlə də məşğul olmaq lazımdır. Bilirsiniz, çox qəribə bir, mən öz təcrübəmdən görürəm. Səhnəyə çıxanda, alət arxasına oturanda tələbə və ifanı başlayanda, o saat hər şey bəlli olur. Bu uşağın, bu şagirdin və yaxud bu tələbənin dünya görünüşü nədir? Necə ifa eləyir, səviyyəsi nədir? İstedadı nədir? Çox qəribə bir şeydir. Alətin arxasında oturanda hər bir lakmus kağızı olur. Orada hər şey görükür. Bu ifadada mən insanı oxuya bilirəm. Ki, bu necə məşğul olub, nə qədər məşğul olub və bunun dünya görünüşü nədir və bunun qəlbində nələr var. Bax, ona görə mən çox istəyirəm ki, bu amillər hamısı bir yerə toplansın və onda doğrudan istedadlı, gözəl, püxtələşmiş musiqiçi görəcəyik. Və hər zaman bizim musiqi mədəniyyətimizi xarici ölkələrdə yüksək səviyyədə təmsil edəcəklər.
Nərminə xanım, çox təşəkkür edirəm bu özəl və səmimi müsahibə üçün. Çox sağ olun ki, təklifimizi qəbul etdiniz və verilişimizin qonağı oldunuz. Siz çox sağ olun ki, məni dəvət elədiniz. Çox ürək sözləri mənim çox idi. Bir hissəsini də burada dedim. Fikirlərimlə bölüşdüm sizinlə. Çox sağ olun, bir də təşəkkür eləyirəm. Çox sağ olun, bir daha təşəkkür edirik. Belə dəyərli izləyicilərimiz, bununla da özəl müsahibənin növbəti buraxılışı sona çatdı. Bir daha qeyd etmək istəyirəm ki, özəl müsahibənin bugün özəl qonağı Bakı Musiqi Akademiyasının tədris işləri üzrə prorektoru Nərminə xanım Quliyeva idi. Növbəti buraxılışlarda görüşmək ümidi ilə sağ olun.